Bir gün dünyada həyat bitsə, ancaq bu canlılar sağ qala bilərlər. Onlar yer kürəsi tarixindəki bilinən 5 böyük kütləvi məhv dövründən sağ çıxıblar. Elmi adları tardigraddır. Bizim dildə ərincəklilər adlanır. Görünüşünə görə ona su ayısı da deyirlər. Himalay dağlarının 6000 metr hündürlüyündən, okeanın 4700 metr dərinliyinə qədər, hətta açıq kosmosda belə ən çətin şəraitlərdə yaşaya bilirlər. Ölçüləri 1 millimetr olan bu balaca canlıların sanki super gücləri var. Bizim üçün ölümcül olan yüksək radiasiyaya və təzyiqə qarşı dayanıqlıdırlar. Radiasiyaya qarşı bu qədər dözümlü olmaqlarının səbəbi DNT-lərini qoruyan xüsusi bir zülala sahib olmalarıdır. Mənfi 200 dərəcə Selsi soyuğa və müsbət 150 dərəcə Selsi istiyə tab gətirə bilirlər. Çətin şəraitlərdə bədənlərindəki suyun 95%-ni ataraq onu qurudur, əl və ayaqlarını içəri çəkir və kriptobayosis adlanan vəziyyətə girirlər. Bu hal ölümə bənzər bir haldır, amma ölüm deyil. Ərincəklilər 30 ildən çox bu vəziyyətdə qala bilirlər. Polnu ipotekaya girə bilərlər. Daha sonra uyğun şəraitdə yenidən bədənlərinə su toplayıb hərəkət etməyə başlayırlar. Bu qədər üstünlüyə baxmayaraq, onların da zəif nöqtəsi var. İsti su. Ərincəklilər təxminən 38 dərəcə Selsi isti suda əriyirlər. Ya da bu da onların başqa bir sehirbazlıq şousudur.